Ermənistan iqtisadiyyatı ildən ilə geriləməyə doğru gedir. Bununla paralel bütçə ilə bağlı böhran yaşayan dövlət digər ölkələrdən silahları da borc şəklində alır. Bugün Ermənistan müxtəlif ölkələrdən valyuta fondlarından və Dünya Bankından milyardlarla dollar borc alıb. Bu borcun üzərinə isə hər gün gələn faizlər 9 milyona yaxın dollar məbləğindədir. Ermənistanın iqtisadiyyatı isə o qədər cılız bütçəyə malikdir ki, nəinki bu borcları qaytarmaq, hətta bu borcların faizlərini qaytarmaq iqtidarında belə deyil, deyir təhlilçilər. Bugün Ermənistanda gənclər iş yerləri tapa bilmirlər, özlərini, ailələrini dolandıra bilmirlər. Gah Rusiyaya, gah Avropa ölkələrinə üz tuturlar. Bir çoxu isə çıxılmaz vəziyyətdə qalıb, yeganə çıxış yolu kimi intihar üsuluna əl atırlar ki, bu da Ermənistan daxilində ciddi siyasi və sosial demoqrafik boşluğa gətirib çıxarıb. Ermənistan bugün sürətlə boşalan bir ölkədir və Ermənistan iqtisadiyyatını ayaqda saxlamaq üçün inqilabçı iqtidar, Nikol Paşinyan iqtidarı demək olar ki, hər ay müxtəlif ölkələrdən, müxtəlif valyuta fondlarından, Dünya Bankından yeni borclar almağa çalışır və əvvəlki borcları da yeni borclarla qapatmağa çalışır ki, bu da təbii ki, çıxış yolu deyil. Ermənistanın hazırda həm iqtisadi, həm də geosiyasi baxımdan vəziyyəti kifayət qədər mürəkkəbdir. Hazırda Ermənistanda hökumət borcu 13 milyard 70 milyon dollara çatıb. Cəmi 3 ayda 732 milyon dollar artım baş verib. Həm daxili, həm də xarici borclar üzrə artım müşahidə olunub. İlin əvvəlində Paşinyan hökuməti əsasən Avropa istiqrazları vasitəsilə 521 milyon dollarlıq əlavə xarici borc alıb. Bütövlükdə götürdükdə Ermənistan dalana dirənən ölkədir və təhlilçilər hesab edir ki, onun bu böhrandan çıxması şübhəsiz ki, Azərbaycan və Türkiyə ilə münasibətlərin düzəlməsindən keçir. Türkiyəyə qarşı, o cümlədən Azərbaycana qarşı konstitusiyasında əks olunan ərazi iddialarından əl çəkməlidir. Bir sözlə, həm konstitusiyasındakı müəyyən düzəlişləri mütləq etməlidir və bundan sonra Türkiyə üzərindən onun isti dənizlərə çıxışı mümkün ola bilər. Eləcə də Azərbaycanın başlatdığı və hətta 2020-ci il müharibəsindən öncə başlatdığı layihələrə, beynəlxalq layihələrə, o cümlədən Zəngəzur dəhlizindən gözlənilən, açılması gözlənilən Zəngəzur dəhlizinin imkanlarından da yararlana bilər. Artım əsasən hökumət öhdəlikləri üzrə baş verib ki, onun da hökumət xərcləri birbaşa dövlət büdcəsinin hesabınadır. Hazırda Ermənistan dünya ticarət şəbəkələrinin diqqətindən kənarda qalan ölkədir. Bugün demək olar ki, heç bir iqtisadi, beynəlxalq və enerji layihələrində iştirak etmir. Amma Ermənistan bəlkə də fərqində deyil ki, Azərbaycanla qısa zaman ərzində sülh sazişi imzalayarsa, bu onun iqtisadi, siyasi və sosial rifahı üçün bir təkan olacaq. Hətta bir zamanlar Ermənistanı dəstəkləyən qərb institutları, beyin mərkəzləri də 2025-2026-cı il üzrə iqtisadi proqnozlarında Ermənistan iqtisadiyyatının bir neçə dəfə gerilədiyini açıq şəkildə bildirirlər. Bugün dünya liderləri olan ölkələr, dünya iqtisadiyyatının aparıcı şirkətləri, investorlar heç bir halda iqtisadiyyat baxımından, iqtisadi maraqlar baxımından Ermənistanı özləri üçün sərfəli bir ölkə olaraq görmürlər. Çünki Ermənistan daxilində olan siyasi, iqtisadi qeyri-sabitlik bir ölkə olaraq Ermənistanı böyük investorların maraq dairəsinə düşməyə imkan vermir. Qeyd edək ki, Ermənistanda 27-28 ildə əvvəlki hökumətlərin hamısının birlikdə götürdüyü borc 6 milyard 157 milyon dollar olub. Təkcə Paşinyanın komandası isə cəmi 7 ildə bundan da çox 6 milyard 913 milyon dollar borc yığıb. Yəni, əvvəlki 27 ilin göstəricisini 756 milyon dollar üstəliyiblər. İnkişaf etmiş iqtisadiyyat qurmaq əvəzinə borcları inqilabi templə artırıblar. Ermənistanın yeganə çıxış yolu isə öz qonşuları ilə mehriban əlaqələr qurmaq, Azərbaycanın müəllifi olduğu beynəlxalq layihələrin iştirakçısı olaraq ölkənin iqtisadi, sosial və hətta siyasi vəziyyətini düzəltməkdir.